Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda Azərbaycanın cənub bölgəsində hazırlanan lərgə plovu hazırladım. Yanında təbii ki, hissə verilmiş duzlu balığına. Mənim əzizlərim, lərgə paxlalı, dənli bitkidir. Aş üçün mən bax bu cürünə paralanmış lərgə alıram. Bazarda dənli bitkilər satılan satıcılarda bir belə lərgə var, bir də hədiyyə üçün bütöv lərgə var. Lərgəni təmizləyib yuyuram. Lərgəni təmiz yudum. Lərgə düz 4 saat qalacaq isti suyun içində. Lərgə istaqda qalana qədər mən vaxtımı itirmirəm. Balığı və toyuğu öz şirəsində hazırlayacağam. Duzlu hissə verilmiş balığın təmizi də olur. Bu mənə pay gəlib bu cürdür. Balığın qarnını bölürəm və təmizləyirəm. Yarı bölürəm, təmiz yuyuram soyuq suyun altında. Və gördüyünüz kimi bu cürünə bükürəm. Bükülmüş balığı qoyuram tavanın içinə, biraz su tökürəm və vamxodda su çəkilənə qədər bu balığı bişirirəm. Balıq artıq hazırdır. Balığı başlayıram təmizləməyə. Siz də belə eləsəz çox yaxşı olar. Videonun əvvəlində qeyd elədiyim kimi, lərgə plovu cənub bölgəsində əsas bu duzlu balıqla yeyirlər. Ümumiyyətlə, lərgə plovun yanında qara əvəzi zövqünüzdən nə keçir vermək olar. Mən isə bugünkü videoda balıqdan başqa kənd toyuğunu öz suyunda, şirəsində hazırlayacağam. Siz də balığı bu cürünə hazırlayıb, hazır boşqaba yığıb süfrəyə versəz, daha rahat olar. Çox gözəl təsadüf idi. Hətta bu balıq da Lənkərandan pay gəlmişdi. Balığın adı çapaqdır. Çox dadlı idi. Bir də onu qeyd edeyim ki, çox duzlu değildi. Möhtəşəm idi. Bu da balığın təmizi. Mən ümumiyyətlə lərgə plovunu çox xoş duyuram. Amma bu cürünə öz şirəsində bişən toyuqla. Bilmirəm niyə. Ola bilər ki, mən balaca olanda mənim rəhmətli nənəm həmişə maşda aş hazırlayırdı toyuqla. Ola bilər ona görə. Ümumiyyətlə mənim əzizlərim, plovu toyuqla yeyəndə plov çox rahat həzmə gedir. 1 kilo soğanı bu formada doğrayıram. Toyuq hansı tavada hazırlanacaqsa soğanı oraya əlavə eləyirəm. Üstünə ərinmiş yağ. Gürxodda soğanı qovururam. Soğanın üstünə təmiz yuyulmuş, suyu çəkilmiş toyuq tikələrini düzürəm və gürxodda ta ki toyuğun əti yığılana qədər
hazır edirəm. Elə ki, ət bu cürünə yığıldı, niyə gürxotda mənə lazımdır ki, toyuğun əti kəfin buraxması. Mən bura duz əlavə eləyirəm, istiot əlavə eləyirəm, qarışdırıram və artıq xodun azaldıram ta ki yağa düşənə qədər toyuğu bişirirəm. Artıq toyuq yağa düşür, artıq öz suyundadır. Sarıkök əlavə eləyirəm. Toyuq artıq az qalıb ki, hazır olsun. Fikir də verdiniz ki, su əlavə eləməmişəm. Toyuq öz suyunda hazır oldu. Bəh, bəh, bəh. Siz bir dənə bu görünüşə baxın. Lərgə 4 saat suda qalıb, görün nə boydana artıb. Artıq plovun suyu da qaynayır. Suyu duzluyuram. Sudan 1 litr götürürəm. Mən həmişə düyünü süzəndən sonra üstünə duzlu su gəzdirirəm. Lərgənin də suyunu süzürəm, əlavə eləyirəm qaynar suyun içinə. Düyünü də süzürəm, əlavə eləyirəm bura. Və hazır olana qədər bunları bişirirəm. Yəni adi qayda ilə aşı necə süzürsünüzsə, elə də edirik. Artıq hazırdır, yoxluyuram və lərgəli düyünü mən süzürəm. Lərgə plovun altına mən bu cür yuxalardan qazımaq hazırlayacağam. Yuxaları bu cürünə qatlayıram. Ərinmiş yağ əlavə edirəm qazana və bükülən bax yuxaları səliqə ilə düzürəm qazana. Yuxaları da yağlayıram və yavaş-yavaş lərgəli düyünü yığıram qazana. Və mən həmişə nəzarət eləyirəm ki, düyü qazana çox yapışmasın. Onda biraz quru olur. Bu cürünə düzəliş edirəm. Üstünə yarım stakan su gəzdirirəm. Bu düyü dəmə düşəndə köməklik edəcək. Bu cürünə kağız mətbəx dəsmalı ilə düyünün üstünü örtürəm, qoyuram düyünü dəmə. 1 saat keçəndən sonra ərinmiş kərə yağını gəzdirirəm düyünün üstünə. Lərgə plov yağı çox xoşlayır. Ona görə də yağın biraz bol eləsəz çox gözəl olar. Düyülər dəndəndir və mən 1 saatlıq da dəmdə saxlayıram. Mənim əzizlərim, bir faydalı məsləhət. Aş çox olanda mən yekə, bax belə, ləyənə aşı boşaldıram. Niyə? Qazanın dibində olan yağ bütöv düyünün üstünə yenə də yayılır. Qazmaqda bütöv qalır, düyünün də ruhu incimir. Bəh, bəh, bəh. Bu gözəlliyə baxın. Möhtəşəm. Lərgə plov deyil, həyatdır, həyat. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.